Mən bax oğlumun şəklini bura vurmuşdum. Hansı ki bu qutu var. İndi zibil yeşiyi ediblər. İçərisi də dolu zibildir. Yəni şəkil ordadır. Orada idi. Səkidən də uzaqdır. Yoldan da uzaqdır. Heç kimə mişatçılığı yox idi. Jeknaçelnik gəlib onu oradan çıxartdırdı. İndi də hal-hazırda gördüyünüz kimi həmin o zibillikdə yerləşir. Mənim binam da bax budur. Bu mənim binamda 7-ci mərtəbədə də evimdir. Yəni öz balkonumun altında qoydurmuşdum onu. Mən sizə bax bildirmək istəyirəm ki, mənim uşağımın şəkli hal-hazırda bax burada. Bu zibilliyin içərisindədir. İcra hakimiyyəti onu çıxartdırıb, gətirib bax bura qoyulub. Burada təəssüflər olsun ki, qapı bağlıdır, göstərə bilmirəm sizə. Yəni burada yerləşir. Bura ambardır bizdə. İcra hakimiyyəti onu oradan çıxartdırdı. Bax gəlin. Gəlin mən sizə göstərim mənim uşağımın şəkli hardadır. Veşilka kimi istifadə olunur. Burada qabağına bunları qoyublar. Yəni pis vəziyyətdədir. Bura bükmüşəm ki, burada görünməsin, yəni batmasın. Bağlayıblar ki, buradadır, amma atıblar zibilin çöpün içərisində. Bunu mən özüm bağlamışam xalça ilə ki, yəni burada Serrano yenə də nəmişlik verir. Bura çox pis vəziyyətdədir. Şəhidin şəkli burada necə sizcə qalmalıdır? Bax bu necə hörmətsizlikdir. Yəni icra hakimiyyəti bizim jeknaçelnikə tapşırıq verdi ki, bunu çıxarsınlar. Onlar da çıxartdılar. Gətirib bunu burada qoymuşam. Yəni evimə də apara bilmirəm, çox uzundur. Yəni biz belə başa düşürük ki, Xətai rayon icra hakimiyyəti evladınızın, şəhid evladınızın şəklini yol kənarına, yaşıllığın içərisinə layiq bilməyib, amma bu çöpün zibilin içinə atdırıb. Bəli. Aydın məsələdir. Biz də müraciət edirik aidiyyəti orqanlara ki, bu haqda bir tədbir görsünlər. Salam əziz izləyicilər. Bu günlərim biz şəhidimiz Rzayev Faiq Hüseynağoğlu'nun evindəyik. Anası Rüksaylə xanımın dəvəti ilə buyurduq buraya, xanımın evinə. Və bizə xanım müraciət etdi ki, gördüyümüz qarşımıza duran bu böyük igidin, bu lövhənin bir hissəsini binasının qarşısından vurdurmuşdu. Ora qoydurmuşdu. Xanım dediyinə görə bizim şəhid anamız deyir, icra hakimiyyəti tərəfindən binanın qarşısında olan böyük bir lövhəni götüzdürüb, lövhəni ambara, zibilin içine atıp əşyalar yığılan yerə və şəhidin büstünün, lövhəsinin olan hissəsi, orada həyətdə olan hissəsinə, o göylük deyək də, belə otlaq olan hissəsinə zibil yeşiyi qoyublar. Xanım bizə müraciət etdi ki, mən cənab prezidentə, Mehriban xanıma müraciət etmək istəyirəm. Buyur Rüksana ana, ilk öncə mən sizi salamlayıram, təşəkkür edirəm ki, bizi dəvət etdiniz və biz hər bir zaman şəhidlərin, belə deyim, anaların əllərindən öpürük, hər bir zaman qarşınıza baş əyirik ki, sizi kimi analar belə bir evlatları böyüdüb, vətənə əskər yola salıb. Buyurun anam. Salam, hər bir kəsi salamlayıram. Mənim oğlum Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində yaralanmışdı. Onu Sabunçu xəstəxanasına gətirdilər. Yəni orada 5 saat qalandan sonra dünyasını dəyişdi. Mən oğlumun şəklini binanın qarşısında bir göylük olan yerdə şəklini qoymuşdum. İcra hakimiyyəti əmr elədi ki, onu oradan çıxarsınlar.
Xətai rayon icra hakimiyyəti. Xətai rayon icra hakimiyyəti. Bəli. Načalnik gəlib onu oradan çıxartdırdı. Sonra şəkili gətirib qoydular. Binamızın qarşısında olan bir ambara qoydular. Hansı ki orada zibillər yığılır, artıq əski əşyalar yığılır. Orada qoydular mənim uşağımın şəklini. Уже neçə aylardır ki, o orada qalır. Yəni belə deyirik ki, Xətai rayon icra hakimiyyəti bu şəhidin şəklini binanın qarşısında olan göylüyə çox görərək ora zibil qutusunu qoyub, Bəli. zibil qutusunu. Yəni bu Şəkil oranı layiq bilmədi. Şəkli ora layiq bilmədi. Amma zibil qutusu o göylün içində olmalıdır. Bu bizim şəhidimiz olmamalıdır. Yəni icra hakimiyyəti bunu belə etdi. Siz də dəfələrlə müraciət etmisiniz. Müraciətimə də baxan olmur. Baxan olmur. Hətta Daxili İşlər Nazirinə də, 102 xidmətinə də məlumat vermisiniz, şikayət etmisiniz. Dəfələrlə bütün orqanlara müraciət etmisiniz ki, mənim heç olmasa icazə versinlər şəklimin sadəcə lövhəsi olsun. Bəli. Amma artıq buna şəhidə qiymət vermirlər dediyinizə görə. Mən başa düşdüm sizi. Əziz izləyicilər, biz Yeni Başardan deponda çəkəcəyik və həmin o şəhidin lövhəsi harda olacaq onu çəkəcəyik və sizlərə göstərəcəyik ki, baxın. Bizim məmurlar nə edir? Bu qədər.